Salam, hər vaxtınız xeyirli olsun, dəyərli tələbələrimiz. Sizlərlə bugün sosial iş ixtisasından bağlı ilk mühazirəmizi keçəcəyik. İlk mühazirəmiz sosial işə giriş fənni və onun peşə hazırlığında yeridir. Biz burada sosial işin mahiyyəti haqqında ümumi bilgi verəcəyik. Çünki sosial iş ixtisası nədir? Sosial işə giriş dedikdə biz burada nəyi öyrənəcəyik? Bunlara aydınlıq gətirmək istəyəcəyik. İlk yarım başlığımız da məhz e, sosial işin bir ixtisas və peşə kimi mahiyyətini açmaqdır. Yəni biz bilirik ki, sosial iş cəmiyyətin resurslarından lazımlı şəkildə faydalana bilməyən fərd, qrup və birliklərlə, icmalarla sosial, psixoloji, iqtisadi və hüquqi baxımdan edilən professional yardım və müdaxilədir. Yəni sosial iş elə bir ixtisasdır ki, o insanların rifahı üçün sosial dəyişikliklər edir, insanlar arasındakı münasibətlərdəki problemləri həll edir və insanların rifahını yüksəltmək üçün onları daxili güclərinə, öz potensiallarına arxalanmağa yönəldir. Yəni başqa sözlə, sosial işdə əsas problemi insanların rifahlarını yüksəltmək, onların sosial rifahlarını istənilən səviyyəyə gətirməkdir. Yəni sosial iş elə bir ixtisasdır ki, o fərdlərə, qruplara və ya icmalara öz sosial funksiyalarını yerinə yetirmək üçün bacarıqlarını artırmaqla dəstək verir. Eyni zamanda fərdlərə, qruplara və icmalara öz məqsədlərinə çatmaları üçün münasib və münbit sosial şərait yaradır. Yəni biz sosial işdən əgər danışırıqsa, bir mənalı şəkildə sosial işin mahiyyətini dərindən dərk etməliyik ki, sosial iş niyə meydana çıxmışdır, belə bir ixtisas nə üçün yaranmışdır və sosial işçi üzərinə düşən missiya nədən ibarətdir? Əlbəttə, cəmiyyətdə müxtəlif problemli fərdlər, qruplar və icmalar vardır. Yəni deyək ki, cəmiyyətdə yaşlılarla, əlillərlə, problemli ailələrlə, eyni zamanda miqrantlarla, depressiyada olan insanlar, valideyn himayəsinə məhrum olan uşaqlar və s. və ilə. Yəni bütün bunlarla, bu kimi müraciətçilərlə, beneficiarlarla işləmək, onlara yardım etmək məhz sosial işçinin üzərinə düşür. Ona görə də sosial işçi kimdir sualına cavabda da biz bu məsələlərə bir daha aydınlıq gətiririk. Sosial işçi kimdir? Dediyimiz kimi problemli fərdlərə, qruplara və icmalara yardım edən, onlara sosial dəstək verən, onların rifahını yaxşılaşdırmağa çalışan şəxsdir. Və o hansı məqamları özündə əks etdirir? Birincisi, sosial işçi əsas peşə hazırlığına malik olmalıdır. Yəni bu olduqca vacibdir ki, öz sahəsi üzrə bilik və bacarıqlara malikdir. Peşəsinin tələbinə uyğun olaraq etik normaları dərindən bilir və böyük ustalıq göstərir. İkincisi, əsasən əhalinin zəif müdafiə olunmuş təbəqələri ilə, yəni dediyimiz kimi valideyn himayəsindən məhrum olan uşaqlar, digər uşaqlar, problemli ailələr, yaşlılar, əlillər, miqrantlar və başqaları ilə, yəni onlara sosial dəstək vermək və onlara spesifik xidmət göstərmək yəni borcudur sosial işçinin. Üçüncüsü, insanlara sosial ehtiyacları qarşılamağa və mövcud çətinlikləri aradan qaldırmağa yardım edir ki, onlar maksimum səviyyədə yaxşı həyat tərzi sürə bilsinlər və cəmiyyət üçün faydalı şəxslər olsun. Gördüyümüz kimi, bax, bu üç məsələ sosial işçinin əsas mahiyyətini deyək ki, ortaya qoyur. Ancaq bununla yanaşı, sosial işçinin həyata keçirməli olduğu, öz peşəsi ilə bağlı həyata keçirməli olduğu 6 əsas məqsəd var ki, o da məhz sosial işin tədris üzrə şurasında müəyyənləşmişdir. Birincisi, sosial iş insanların rifah halını yaxşılaşdırmalı, yəni yoxsulluq, zülm, sosial ədalətin digər formaların qarşısını almalıdır. İkincisi, sosial iş fərdlərin, ailələrin, qrupların, təşkilatların və icmaların özlərinin problemlərinin həlli üzrə qarşıya qoyulacaq vəzifələrin təyin edilməsinə, bunun üçün resursların inkişaf etdirilməsinə və ehtiyacların yüngülləşməsi üçün cəlb etməsi vasitəsilə onların sosial fəaliyyətinin gücləndirilməsi ilə bağlıdır. Üçüncüsü, insan ehtiyaclarının qarşılanması üçün vacib olan sosial siyasət, xidmətlər, resurslar və proqramların
hazırlanması, planlaşdırılması və həyata keçirilməsi sayəsində də sosial işin üzərinə böyük məsuliyyət düşür. Yəni burada da elə görürük ki, sosial işçi yəni həm insanların rifahını yaxşılaşdırmağa çalışır, həm problemləri müəyyənləşdirir, onun vəzifələr qarşısına qoyur və ən əsası da sosial siyasət, sosial xidmət və sosial resurs və proqramlardan düzgün istifadə edir. Dördüncüsü ise sosyal iş esas insan ihtiyaçlarını karşılayacak ve insan bacarıklarını inkişaf ettirecek sosyal siyaset, hizmetler ve programların hazırlanması ve hayata geçirilmesine çalışır. Yani burada da biraz da dəqiqləşdirir ki, artık konkret olarak sosial işdə hansı sosial siyasət yürütməliyik, əlillər, axıllar, tənha ailələr və deyək ki, başqalarına bağlı hansı sosial xidmətlər olmalıdır və hansı sosial proqramlar hazırlanıb həyata keçirilməsi məhz vacib hesab olunur. Beşincidə isə sosial işlər yenə də sosial siyasət, sosial xidmət resurslarının yaradılması uğrunda mübarizəni məhz sosial və iqtisadi ədalətli inkişaf etdirməyə yönəldilmiş müdafiə və sosial siyasi tədbir vasitəsilə aparılır. Yəni burada nə olursa olsun, bütün bunlar mövcud sosial və iqtisadi ədalət əsasında aparılmalıdır. Yəni sosial ədalət lazımdır, iqtisadi ədalət lazımdır və bütün bunlar yəni bir-birlərini necə deyərlər tamamlamalıdır. Yəni deyək ki, sosial işin qeyd olunmuş 4-cü və 5-ci məqsədləri sosial işlər fəaliyyətlərinin əsasən 3 vəzifəsinə həyata keçirilməsinə yönəlir. İnsan ehtiyaclarının qarşılanması, bacarıqların inkişaf etdirilməsi, sosial və iqtisadi ədalətsizliyin aradan qaldırılması. Bunlar olduqca vacibdir. 6-cı bənddə isə məhz yuxarıda qeyd etdiyimiz 5 deyək ki, əsas məqsədə uyğun olaraq sosial işçi həm özlərində işləyir, həm bilik və bacarıqlarını artırır, yəni eyni zamanda da yeni təkliflərlə iş edir. Və nə olursa olsun burada da etik prinsiplərə də hər daim əməl etmək onun qarşısında dayanan əsas məsələlərdən biridir. Yəni gördüyümüz kimi bu 6 əsas məqsəddə göstərir ki, sosial işçi məhz problemli fərdlər və qruplarla işləyir və onların həyatında müsbətə doğru dəyişikliklər edir. Yəni sosial işçi bir növ elə bir mahiyyətdədir ki, o müəyyən mənada pedaqoq, müəyyən mənada etnoloq, hüquqşünas, ekoloq, valioloq, gerontoloq və digər yəni sahələri də özündə cəmləşdirən bir şəxs. Yəni müəyyən mənada sosial işçini biz pedaqoq kimi də görə bilərik. Ya da hüquqi anlayışları olmalı, psixoloji bilikləri olmalı. Yəni bunlar olduqca önəmli bir məsələ. Yəni birinci yarımbaşlıq bizə onu deməyə əsas verdi ki, birincisi sosial işin əsas mahiyyəti nədir? Sosial iş niyə meydana çıxmışdır? Və burada sosial işin meydana çıxması və bizim cəmiyyət içində aktuallaşması, yəni Azərbaycan cəmiyyət içində aktuallaşmasının köklərini bilməliyik. Əlbəttə, əvvəlcə Avropa və Qərb ölkələrində, daha sonra isə bizdə sosial işin bir ixtisas kimi meydana çıxması və aktuallaşması məhz cəmiyyətdə deyək ki, müəyyən təbəqələrdə fərdlər arasında, qruplar və icmalar arasında müəyyən problemlərin daha çox hiss olunmasıdır. Deyək ki, ağrılarla bağlı, əlillərlə, yaşlılarla, valideyn himayəsindən məhrum olmuş uşaqlarla, deyək ki, təbii fəlakətlər varsa, zərər çəkənlər varsa, onlarla işdir. Və yaxud da əvvəllər daha çox bildiyimiz kimi qaçqınlar və məcbur köçkünlərlə işdir. Daha çox aktualdır və indi də müəyyən dərəcədə öz aktuallığını qoruyub saxlayır. İkinci yarımbaşlığımız sosial iş tədris fəaliyyətidir. Yəni sosial iş tədris fəaliyyəti dedikdə artıq bir sosial işçi sosial iş ixtisasına dərindən yiyələnməsi üçün gərək bir neçə fənləri də mənimsəsin. Özü elə fənlər var ki, daha çox mənimsəməlidir. Deyək ki, psixologiyadır, fəlsəfədir, sosiologiyadır, pedaqogikadır. Və buna yaxın fənlər var ki, sosial işçi bu yəni fənləri daha çox mənimsəməlidir. Xüsusən deyək ki, sosiologiyanı ona görə daha çox dərindən mənimsəməlidir ki, sosiologiya demək olar ki, sosial işlə bağlılığı daha çoxdur. Yəni buradakı məsələləri, anlayışları bilmək sosioloji anlamda daha çox vacibdir. Ümumilikdə isə biz sosial iş ixtisasında bir, yəni tədris fəaliyyəti dedikdə onu 3 istiqamətdə idrak etməliyik. Ümumi humanitar və sosial iqtisadi fənlər, ümumi riyazi və təbii elmi fənlər, bir də sosial iş üzrə ixtisaslaşmış fənlər. Humanitar və sosial iqtisadi fənlər dedikdə əlbəttə burada yuxarıda da qeyd etdiyimiz kimi elə sosiologiya, pedaqogika, fəlsəfə bunlar əlbəttə bizi ümumi həyat haqqında təsəvvürlərimiz olmalıdır. Etikadır, məntiqdir, bunlar haqqında təsəvvürlərimiz olmalıdır. Eləcə də iqtisadi məsələlərdən də
ciddi şəkildə öyrənməli və araşdırmalı. Bunlar olduqca vacibdir. Yəni çünki bunlar elə demək olar ki, bu və ya digər anlamda sosial işlə də bağlıdır. Yəni ancaq o ki qaldı yəni ümumi riyazi və təbii deyək ki, elmi fənlər. Yəni burada da biz görürük ki, təkcə yəni ümumi humanitar fənlər deyil, eyni zamanda biz ümumi fənlər kimi yəni ümumi riyazi və təbii elmi fənlər də bilməliyik. Çünki hər halda sosial işçi bir tərəfdən sosiologiyadan, pedaqogikadan, psixologiyadan və ümumiyyətlə onunla bağlı olan milli əxlaqi məsələlərdən, dəyərlərdən anlayışı olmalıdır. Eyni zamanda da riyazi məsələləri, məntiqi məsələləri, e, ən azından formal məntiqlə bağlı bilik və təcrübələri olmalıdır. Bu olduqca önəmlidir, çünki ancaq belə olduğu halda biz deyə bilərik ki, sosial işçi öz ixtisasında ciddi şəkildə öyrənir və formalaşır. Əlbəttə, Azərbaycanımızda da eyni zamanda sosial işlə bağlı artıq son illərdə bir çox işlər aparılır. Yəni bu fənnin əsas məqsədi tələbələrə sosial işin məzmununu, onun əsas istiqamətlərini, instrumentlərini, texnologiyasını və təşkili haqqında bütöv baxışlar vermək, onlara bu işin metodlarını öyrətmək olmalıdır. Bununla da bağlı biz görürük ki, sosial iş ixtisasını da ayrıca deyək ki, öyrənməli. Çünki sosial işi ayrıca öyrənmək artıq bu deyək ki, sosial işin öz mahiyyətinə yaxındır. Məsəl üçün, sosial işə giriş fənni bundan deyək ki, biridir, bunlardan biridir. Çünki sosial işə giriş fəndi düzdür, ümumi şəkildə bizim anlayışımız olur. Ancaq sosial işin nəzəriyyəti və təcrübəsi, sosial işdə tədqiqat metodları, sosial iş təcrübəsində etik prinsiplər, sosial işin texnologiyası, sosial işdə idarə etmə və sair kimi, yəni bu kimi fənləri də biz öyrənməklə sosial iş haqqında daha spesifik biliklərə sahib oluruq. Yəni biri var ümumi biliklər ki var, ancaq biz sırf sosial işə aid, yəni sosial işin birbaşa bağlı olan fənləri öyrəndikdə daha konkret və daha deyək ki, bizim üçün önəmli olan məsələlərdən anlaşımız olur. Bu da olduqca önəmlidir, çünki hər halda sosial iş məhz insanın mahiyyətini, insanın problemlərini araşdırır və öyrənir. Biz sosiologiya da öyrənir, ancaq sosiologiyadan fərqli olaraq, deyək ki, sosiologiyada həmin fərd, qrup və icmalara daha çox deyək ki, ümumi bəlkə baxış varsa, ancaq sosial işdə isə bu baxış biraz da daha dəqiq və konkretdir. Çünki burada işin mahiyyətinə daha çox deyək ki, köklənmişdir. Sosial iş ixtisasını öyrəndikdə də biz görürük ki, burada sosial işin əsas fəaliyyət sahələrinə diqqət yetirməliyik ümumi şəkildə. Dövlət strukturları, tibbi qayğı məsələləri, ailə və uşaq rifah mərkəzləri, reabilitasiya mərkəzləri, tərbiyə məsələləri. Bax, bunlar olduqca önəmlidir ki, yəni sosial işin əsas fəaliyyətində biz məhz sosial işçi olaraq bu deyək ki, dövlət strukturları dedikdə deyək ki, müxtəlif deyək ki, toxta gediliyində yaxud da hansısa xidmətdə əhalinin deyək ki, sosial müdafiəsi nazirliyində və yəni bu kimi nazirliklərdə, qurumlarda bu işlərlə çalışır. Biz əlbəttə ailə və uşaq rifah mərkəzləri, reabilitasiya mərkəzlərində də məhz bu işi görürük. Xoş qaldı sosial işçinin çalışdığı qruplar. Yəni biz bundan sonra da bəhs edəcəyik. Burada sadəcə valideyn himayəsindən məhrum olmuş uşaqlar, ağıllar, küçə uşaqları, qanunla münaqişədə olan insanlar, tək valideynlər, əlilliyi olan insanlar, qaçqın və məcburi köçkünlər, təbii fəlakət qurbanları, zorakılıq qurbanları və s. Biz bunları haqqında ümumi bilgimiz olur. Üçüncü yarımbaşlığımızda sosial işin kəmiyyət və keyfiyyət metodlarının qarşılıqlı münasibətidir. Əslində sosial işi öyrəndikdə sosial işin kəmiyyət və keyfiyyət tərəflərini də öyrənmək olduqca vacibdir. Çünki biz bilirik ki, sosioloji tədqiqatlarda kəmiyyət və keyfiyyət metodlarının qarşı əlaqəsini mütləq bilməliyik. Çünki kəmiyyət metodları sosial proseslərin kəmiyyət əlamətlərini aşkar etməyə yönəlirsə, keyfiyyət metodlar bu proseslərin keyfiyyət tərəfini yönəlir. Yəni kəmiyyətdə müəyyən mənada deyək ki, hansısa göstəricilər deyək ki, sosial statistik göstəricilər önəmlidirsə, keyfiyyətdə isə əsas əlamətlərlə, sosial hadisələrin yəni xarakterik əlamətlərini daha çox öyrənilir. Başqa sözlə, keyfiyyət tədqiqat strategiyası dəqiq ayrılan
ümumi və əsas əlamətləri istiqamətlənən müəyyən sosial hadisələrin xarakterik əlamətlərinin cəmiyyət bölgüsünün aşkar olunmasına və təhlilinə istiqamətlənmişdir. Cəmiyyət metodları əsasən ümumi qarmaşıqlıqları nəzərdən keçirir. Ayrı-ayrı sosial hadisələrin mürəkkəb fenomenologiyasından təkrar olunan və ümumi əlamətlər ayırır. Bununla belə keyfiyyət metodundan fərqli olaraq burada tədqiqatın predmeti və şəraitdə vahid, tək və xüsusi nəzərə alınmır. Keyfiyyət metodundan istifadə edərkən ictimai reallığa maraqlı olan sahə üçün xarakterik olan sosial proseslərin tam əhatə olunması, struktur təsviri və dinamikasının izahından söhbət gedir. Yəni, daimi və sadə olanlara yox, tədqiqatın predmetindəki təkcə və xüsusilə diqqət yetirilir. Yəni, gördüyümüz kimi, cəmiyyətdə bəlkə biraz daha çox deyək ki, müəyyən statistik göstəricilərlə, yəni deyək ki, hər hansı sosial bir problemin, yaxud da sosial işlə bağlı əlillər, ağıllar, miqrantlar və digər problemli fərq və qruplarla işləyərkən orada deyək ki, müəyyən göstəricilər, statistik göstəricilər önəmlidir. Ancaq keyfiyyət isə bu ancaq hansısa bir göstəricilərdən ibarət deyil. Həm də orada problemin əsas mahiyyətini öyrənmək, yəni xaslığını, əsas xüsusiyyətlərini öyrənmək lazımdır. Əlbəttə, cəmiyyət və keyfiyyət metodlarının oxşar cəhətləri də var, fərqli cəhətləri də var. Məsəl üçün, çünki cəmiyyət oxşar cəhət odur ki, o istər-istəməz müəyyən məndə keyfiyyəti özündə əks etdirə bilər, yaxud da keyfiyyətdə də müəyyən məndə cəmiyyət göstəriciləri ola bilər. Ancaq biz bilməliyik ki, burada təkcə oxşarlıqlar və bənzərliklər yox, həm də fərqliliklər var. Məsəl üçün, bu fərqlilikləri ilk növbədə sosial gerçəkliyə empirik baxımdan nəzərə salmada özünü göstərir. Məsələn, cəmiyyət metodu hər hansı bir sosial problemdə daha çox ümumi məsələlərə yanaşmalar, dediyimiz kimi. İşte ağıllarla bağlı söhbət gedirsə, deyək ki, ölkədə nə qədər ağıl var, onların nə qədəri ağıllar evindədir, nə qədər neçə yaş deyək ki, onların hansı yaş qruplarına görə nə qədərdir, yaxud da öz evlərində yaşayan ahıllar nə qədər. Böyle, yəni cəmiyyət tərəfi. Yəni gördüyümüz kimi cəmiyyət metodu daha çox ümumi göstəricilərlə özünü göstərir. Ancaq keyfiyyət metodunda isə daha çox xüsusilik və əlamətlərə görə. Yəni burada əsas məsələ keyfiyyət metodunun xüsusiyyətlərini, yəni özünə məxsus xüsusiyyətlərinə görə seçilməsidir. Bir daha deyirik. Cəmiyyət önəmlidir, keyfiyyət önəmlidir. Ancaq cəmiyyətdən fərqli olaraq keyfiyyət həmişə bir addım öndədir. Çünki keyfiyyət demək, yəni o artıq o ümumi əlamətlərdən yox, özünə məxsusluqdan etməkdir. Yəni artıq burada əsas məsələ insani keyfiyyətin daha çox ön plana keçməsi. Yəni sosial işçi əlbəttə cəmiyyət göstəriciləri ilə işə başlayır və cəmiyyət göstəriciləri olduqca önəmlidir. Ancaq nə olursa olsun o yəni nə olursa olsun keyfiyyəti də ortaya qoymalı və ən əsas da keyfiyyət son dərəcə önəmlidir. Yəni çünki məsələn cəmiyyət metodunun gücü ondadır ki, o əsaslı və sistemli şəkildə yeninin açılmasına imkan verir. Yəni yaxud da burada əsas cəmiyyətdə odur ki, o dəqiq rəqəmlər, statistik rəqəmlər, deyək ki, ümumi statistik rəqəmlər, yaxud da ki, hansısa müəssisəyə aid rəqəmlər və bir də sosial üçün özünün araşdırdığı nəticəsini əldə etdiyi rəqəmlər var. Ancaq keyfiyyət metodunda isə şübhəsiz ki, o rəqəmlərin, sosial göstəricilərin təhlili və oradakı məsələlərin daha çox xarakterik olan meyarlarını ortaya çıxarmaq. Yəni bu olduqca önəmlidir. Yəni peşəkar sosial iş və onun elmi əsaslandırılması üçün keyfiyyət empirik tədqiqatın aşağıdakı aspektlərini mühüm əhəmiyyət kəsb edir. Birincisi, subyektə hadisələrin ümumi kontekstinin başa düşülməsinə, konkret şəraitə, baş verənlərin hermenevtik təhlilinə yönəlmişdir. Yəni bu olduqca önəmlidir. Burada yəni ancaq rəqəmlərlə yox, eyni zamanda rəqəmlərin arxasındakı insan taleyi, insan həyatının, bu göstəricilərin yəni xarakterik xüsusiyyətlərinin çevrilməsi. İkincisi, yəni burada sosial proseslərin strukturunun mənasını, mahiyyətini daha çox ön plana keçirmək. Yəni sosial işçi apardığı araşdırmalardakı göstəriciləri, deyək ki, hansısa rəqəmləri, hansısa
statistik göstəriciləri, yəni kəmiyyət tərəfini onun keyfiyyət tərəfinə çevirməyi bacarmalıdır. Bu da sosial işçidən analitik qabiliyyət tələb edir. Bu da sosial işçidən humanist, deyək ki, xarakter olması tələb edir. Eyni zamanda sosial işçinin professionallığını, bilik və bacarıqlarının yüksək şəkildə olmasını tələb edir. Ona görə də yəni sosial işçi bir tərəfdən cəmiyyət məsələlərindən, cəmiyyət metodlarından işləyir, müəyyən özü üçün deyək ki, işləri həyata keçirir. Yəni cəmiyyət metodunda deyək ki, məsləhət, diaqnostika və terapiya keçmək üçün vacib kommunikativ bacarıq işlərin hazırlamasına kömək də mümkündür. Yəni burada da gördüyümüz kimi, çünki orada cəmiyyət metodunda müəyyən deyək ki, göstəricilərin, cəmiyyət göstəricilərinin olması olduqca vacibdir. Yəni biz bunları göz ardı etmirik. Yəni cəmiyyət metodundakı mühüm məsələləri göz ardı etmirik. Ancaq bunların hamısını dediyimiz kimi məhz bir keyfiyyət metoduna çevirib və peşə kompetensiyalarının formalaşması bizim üçün önəmlidir. Yəni peşə kompetensiyası sözün özündə elmi nəzəriyyənin, elmi biliklərin, eyni zamanda peşə incəsənətin üsullərini birləşdirir. Yəni biz görürük ki, artıq peşəyə aid olan sırf məsələlər olduqca önəmlidir. Çünki məhz peşə xüsusiyyətlərinin olması da kəmiyyət və keyfiyyət deyək ki, metodlarının bir-birinin tamamlaması ilə bağlı. Yəni sosial işçi bilməlidir ki, o özündə yəni özü araşdırma aparanda bir tərəfdən kəmiyyət metodlarından istifadə edir, bir tərəfdən keyfiyyət metodlarından istifadə edir. Ancaq nə olur olsun, sosial işçi kəmiyyət və keyfiyyət metodlarının bir-birinin tamamlamasına yardım etməlidir. Yəni bir-biri ilə qarşılıqlı əlaqə olmasını bilməlidir. Məsələn, çünki kəmiyyət və keyfiyyət metodlarının kombinasiyası həm hadisələrin əhatəli dairəsində, yəni sosial proseslərin yayılmasını, məsələn, işsizlik, yoxsulluq, sosial müdafiənin olmamasını, həm də onun dərinliyinin tədqiqini əhatə etməlidir. Gördüyümüz kimi, yəni bir tərəfdən biz sosial göstəriciləri, statistik göstəriciləri öyrənirik, eyni zamanda o statistik göstəricilərin altındakı o problemlərin mahiyyətinə varırıq, dərinliyə vardıqdan onda bizim qarşımızda deyək ki, nələr çıxır, onları aydınlaşdırır. Eyni zamanda sosial işçinin işə müdaxiləsinin qarşısı, e, yəni sosial işçinin hər hansısa bir işə müdaxilə edib oradan müsbət mənada deyək ki, dəyişiklik etməsi olduqca vacibdir. Yəni sosial işçi ən azından qarşısına qoyduğu məqsəd odur ki, benefisiarların sosial rifahını yaxşılaşdırsın, deyək ki, onların həyatında müsbətə dəyişiklik etsin. O zaman kəmiyyət və keyfiyyət metodlarından düzgün istifadə etməli. Biz yəni bugünkü dərsimizin sonunda onun nəticəyə gəlirik ki, sosial iş doğrudan da aktualdır. Bizim cəmiyyət üçün də aktualdır artıq. Əlbəttə bu aktuallığın dediyimiz kimi müxtəlif səbəblərlə izah etmək olar. Ancaq biz bugünkü dərsimizin yekununda onu deyə bilərik ki, hər halda cəmiyyətdə problemli fərdlər, qruplar, icmalar varsa onlarla da iş olmalıdır, sosial iş olmalıdır və sizlər də məhz sosial işçi kimi məhz bu kimi fərdləri, qrupları və icmalarla işləyərək onların sosial rifahını yaxşılaşdırmaq, sosial dəstək vermək, onlara yenidən bir həyat bəxş etmək məhz sizlərin əlindədir. Bugünkü dərsimizi yekunlaşdırırıq. Sağ olun, var olun.